Salam dostlar. Bu gün də bir funksiya, bir gün seriyamıza davam edirik. Bugünkü funksiyamız middir. Öğreneceğimiz funksiya middir. Bu biraz 10-cu dərsdə left və right funksiyasına oxşayır. İstəsəniz elə bu adda left right yazsanız kanalımızda çıxacaq videosuna baxa bilərsiniz. Gəlin vaxtilə biz buna başlayaq. Left right'dan müvafiq olaraq soldan və sağdan istədiyimiz rəqəmləri götürək. Burada isə yazırıq mid. Bu nə edir? Verdiyimiz xananın, yəni dediyimiz, seçdiyimiz xananın istədiyimiz pozisiyasına, yəni bu istədiyimiz rəqəmindən, hərfi rəqəmindən, misal üçün biz bunu belə eləyək. Valet 4-dür. 5-ci boşluqdur. Demək 6-dan başlayırıq. İstədiyimiz rəqəm qədər götürür. West. Bu baxın 4 oldu və burada da 4 var. İstənilən xananı belə deyək. Is text. Yox. Is number. Baxın, burada rəqəm hərflərdir, yəni bunu biz deyə bilərsinizsə hərfdir, bilməyə ehtiyac yoxdur. Number false vermədi, amma gəlin bunu biz belə edək. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Baxın, bu da belə baxındı rəqəmdir, amma bu false verir. Yəni, output-u hər zaman text formatındadır. Nə olur olsun. Diqqətinizə 3 dənə detal çatdırmaq istəyirəm. Bu birinci idi. Yəni hər bir halda text verir. Mid 6 və 4. İkinci detalımız isə bundan ibarətdir ki, baxın, burada ümumiyyətlə 4, 8, 9 dənə simvol var. Bu 9 simvolu mən 20 götürürəm. Yəni deyirəm ki, 6-cı pozisiyadan, yəni gəlin bunları belə yazım, gözünüzün qabağında olsun. Baxın, bu 6-cı pozisiyadır, yəni West sözünün birinci hərfi. Mən dedim ki, bunu 20 simvol o tərəfə apar. Yəni, bu 1, 2, 3, 4, 5, 6 və 20-yə gedir. Bunun, yəni, 4-cü simvoldan sonra rəqəm, hərf, heç bir şey olmadığına görə burada dayanır avtomatik olaraq. Və boşluq yaratmır. Baxın, burada mən uzunluğunu ölçürəm. Yenə eyni şey verdi. Halbuki burada 20 dənə simvol demişəm gətir. Burada boşluq deyə o götürmür. Bu bir nüans. Digər nüansımız, indi isə digər deyək, parametr, ortadakı parametr. Yəni, bunu da mən 9 seçə bilərəm maksimum. Amma mən bunu gəlin 10 seçək. 10 seçə və bu 2 eləyək. Üzr istəyirəm. Gəlin bunu 10 elədim. Bu da 2 qalsın. Və 0 oldu. Yəni, bu 9 dənə gedir. 10-cu 0-dadır, boşluqdur. Yəni, bunun o tərəfi boşdur. White sözündə. Bunda bu 0 boşluq olar. Bu vizual olaraq boşluqdur. Amma və lakin blank. Bu false verir. Çünki burada müəyyən bir formula var. Baxın, indi mən home yerinə gəlirəm. Clear all edirəm. True. Burada formula gələndən sonra bu tam doğru oldu. Diqqət etmənizi
nüanslar 3 dənədir. Output'u hər zaman text və bu ikinci və üçüncü qeyddir. Sağ olun yoldaşlar, sağlıqla qalın. Gəlin görüşərik.